Evin içərisinə bağlanmış iplər, iki stul üzərində pol ağacı, yəqin ki, hər kəsə bu mənzərəni xatırladacaq ki, nənələrimiz, analarımız bizim paltarlarımızı məktəbə, dərsə getmək üçün necə qurudurdular. Hətta mənim yadımdadır ki, nənəm həmişə uşaqlıqda paltarlarımızı iki stulun arasına pol ağacı qoyub, onun üzərinə asırdı. Hətta stulların başına asırdı. Evimizdə ip də belə var idi ki, uşaqların paltarlarını quruda bilsinlər. İndiki uşaqların amma heyf ki, o xatirələri yoxdur. Çünki hər şey sadələşib, hər şey praktikləşib, hər şey asanlığı ilə qurudulur. Rahatlıqla paltar yuyan vasitəsilə, nə bilim, evə atırıq 1-2-3 dəqiqəyə, nə bilim, 1 saata quruyur. Amma yenə də düzdür, əvvəlki xatirə olmasa da, amma yenə də tör-töküntülük yaranır. Gördüyünüz kimi, mən də paltarları qurutmaq üçün şulkadan istifadə etmişəm və bəzi paltarları qatlalayandan sonra ütüləmək lazım olanları ütüləyirəm. Ən zəhləm gedən şey isə budur. Nəysə, sizin də elə xatirəniz olubsa, sizin də uşaqlığınız bu danışdıqlarımla yadınıza düşdüsə, rəy bölməsinə yazmağı, takib atmağı unutmayın. Və qızlar, nə vaxtdan idi ki, bilirdiniz ki, işimə ara vermişdim və yenidən qayıtdım işimə. Kimlər evdən oturaraq pul qazanmaq istəyirsə, hər aylıq maaş almaq istəyirsə, 21 gündən bir kartına hər ayın pulunun köçməyini istəyirsə, mütləq mənim nömrəmə yazsın. Əmin olun ki, arxanızda mən olub sizə kömək edəcəm.